Masallıda Ərəb kənd qəbristanlığına aparan yeni asfalt yol istifadəyə verilib. Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələrinin və kənd sakinlərinin iştirakı ilə Ərəb kənd qəbristanlığına aparan yeni asfaltlaşdırılmış yola baxış keçirib. Bildirilib ki, ümumi uzunluğu 1,2 kilometr olan yola yeni asfalt örtüyü çəkilib. Bununla da kənd sakinlərinin, xüsusilə şəhid ailələrinin və yaşlı insanların qəbristanlığa rahat, təhlükəsiz və maneəsiz gediş-gəlişi təmin olunub. Tədbirdə çıxış edən rayon rəhbəri qeyd edib ki, regionlarda həyata keçirilən abadlıq və infrastruktur layihələri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla icra olunan sosial-iqtisadi inkişaf siyasətinin mühüm nəticələrindəndir. Onun sözünə görə, bu layihələr əhalinin rifahının yüksəldilməsinə, yaşayış məntəqələrinin müasir infrastruktura qovuşmasına və insanların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Araz Əhmədov vurğulayıb ki, qəbristanlığa aparan yolun asfaltlaşdırılması ziyarətlər zamanı sakinlərin üzləşdiyi çətinlikləri aradan qaldıracaq. Xüsusilə şəhid ailələri və yaşlı insanlar üçün daha rahat və təhlükəsiz şərait yaradacaq. Tədbirin sonunda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidentinə minnətdarlıqlarını ifadə edərək həyata keçirilən layihəni yüksək qiymətləndiriblər. Bizim ulu öndərimizin siyasət kursu dayanır. İkinci də ki, cənab prezidentimiz İlham Əliyev və Mehriban xanım vitse-prezident Mehriban xanım Əliyevə təyin. Bütün bu işlərin də görülməsinin hamısının səbəbi əvvəlcə şəhidlərimizdir. Dediyiniz kimi 6 dənə şəhid balamız burada uyuyur. Yəni 6 bayraq dalğalanır burada. Ona görə bütün kənd cəmaatı adından, uşaqdan böyüyə hamının adından prezidentimizə və sizlərə təşəkkür edirik. Çox sağ olun. Adınız, şöhrətiniz daha uca kürsülərdən gəlsin inşallah və xalqımıza böyük-böyük xidmətlər göstərəsiniz. Sağ olun, çox sağ olun. Bilirsiniz, bu yol illər ötəcək, insanlar ömründə yaşayacaqlar, bir şəhidlər qalacaq, bir də yolu çəkilən qalacaq, inanın. Bir şəhidlərimiz qalacaq, çünki bu yol bu şəhidlərə çəkilir. Bir də bu yolu çəkilən qalacaq. Bu yolda çəkilən cənab başçımızdır. Mehriban xanım tapşırığıyla bunu da əmələ gətirən cənab başçımızdır. Biz icraçılarıq, bizim üçün şərəfdir, biz çox sevinirik, bizim üçün bu işi görmək böyük şərəf. Xüsusilə şəhidlərimiz üçün, xüsusilə bu torpaqdan dünyasını dəyişmişlər, hamısı üçün, alimlərimiz üçün, ağsaqqallarımız, ağbirçələrimiz üçün. Çünki bu şəhidləri də yetişdirənlər onlar idi. Onların əziz xatirəsi gərək həmişə yad edilsin ki, siz yetişdirirsiniz. Və siz dediyiniz həm Məsin, həm Sahil, artıq sizin deyil, hamımızın evlatlarıdır. Artıq sizin deyil, bizim elimizin evlatlarıdır. Onların ruhuna həmişə məhəbbət, onların ruhuna həmişə sevgi bizim üçün həm mənəvi borcdur, həm də böyük şərəf. Siz sağ olun ki, elə evlatlar tərbiyələmişsiniz və cənab prezidentimizin hər günkü tövsiyəsi, əmri, tapşırığı bir nömrəli şəhid ailələrinə, şəhid ailələrinin üzvlərinə, hərbçilərə, qazilərə diqqət daimi olur. Ona görə də bizim də bir yerlərdə olan məmur kimi fəaliyyətimiz inanın şərəfdir, bizim üçün xoşdur. Biz sevinirik ki, sizə hansısa xidməti göstərə bilirik. Prezidentimiz sağ olun. Çox sağ olun. Sağ olun.